YouTube videosuyla, PUBG videosuyla hamınızın qarşısındayım dostlar, gördüğünüz gibi. Dostlar, inanmayasınız, çox həyecanlıyam. Çünki ilk videomdur və PUBG videosudur. Dostlar, ilk öncə platformlara niyə gəldiyimi deyim sizə dostlar. Mən bu YouTube'da yüksək yerlərə getmək istəyirəm, yəni tartışım olmasını istəyirəm. Bu da sizin əllərinizdə yəqin ki dostlar. Sağda gördüğünüz gibi TikTok sayfamız ve Instagram sayfamızı takip atabilirsiniz dostlar. Orada Instagram sayfamıza çok takipçi gəlsə dostlar canlı yayınlara başlayacağıq. Bugünkü videomuz ne hakkındadır onu deyim sizə dostlar. Bugünkü videomuz hasret hakkında olacaq. Hasret verəcəm sizə. Yəni jiroskopsuz, yəni bomba səsətlər dostlar. Yəni, Azərbaycanda yoxdur belə hasret. Yəni ona verəcəm dostlar. Onun altında qəşəng bir amba videomuz olacaq. Keçək videoya. Hə dostlar, eğitim sahasına keçdik dostlar. Hassədə vermədən öncə kontrol alları falan göstərəcəm dostlar. İlk öncə ayrılığa giririk dostlar. Birinci deyim ki, telefonu yəni özelləşdirək. 45 FPS akıcı aşırı yüksək. Sonra range'de kullanılan parlaklığı 100, mövcudu da full işlədirəm dostlar. Gələn kontrollara dostlar. Burada ateş eləmə butonu sola göstərir. Bu yəni elə bir şey dostlar. Bunu mən deyirəm açıda göstərirəm. Populyasiya modu bu yəni elə bir şeydir. Yəni dokuda işlədilmiş fərqi də görmürəm. Dürbün ayarı dostlar. Dürbün ayarı dokunda işlədirəm. Çünki bu ayar jiroskopsuz ayar olduğu üçün dokunda işlədirəm. Amma sizə jiroskop asırsa basılı tutdu təsvir edirəm. Çünki daha seri olursunuz. Hızlı dürbünü açacaq. Oradakı dostlar. Yəni gəldim bura. Məsələn lazerlə buradan orası sprey atırsa da yəni ki 4 güç alsan sprey atırsan yəni. Bu işə yarayır. Onu da deyim. Sonra bura keçək dostlar. Kırmızı tüfək və arabaya daşımadı. Bu dokunda olur. Çünki bıraktı olanda dostlar. Göstərəm sizə. Baxın. Dürbün atmadan açırsa. Yəni dürbün açır. Yəni sizin eyibinizi çox pis etkiləşdirir. Bunu çox pis edir. Ona görə dostlar. Siz bunu dokunda olsun. Nişan kamera dönüşü. Bunu %100 yəni açıq tutun. Mən nəysə açıq tuturam. Kapalı olanda ben bilmirəm. Daha yaxşı olur məncə. Yan nişan butonu bunu dürbün dəyişdirir. Yəni bunu sağda işləyin. O da bu ayrı bunu dokunda işlədirəm mən. Dikiz təbii ki də açır. Basılı tut yəni. Çünki dokunda olsa dostlar görsənirsə. Yəni məsələn deyim sizə dostlar. Reyvi görsədək. Məsələn burada dostlar yəni belə pik atmasınız da bax. Belə qalır bax. Amma bunu siz basılı tut eləsəz dostlar seri yapabilirsiniz. Yəni seri yapabilirsiniz. Məncə yəni basılı tutda işləmən rəvayəzi təsvir edirəm. Dostlar üzrə sahib biraz danışa biləm, həyecanlıyam. Yəni bunu üzrü qəbul edərsiniz. Sonra dostlar bura qutardı. Edib dürbü açma. Bunu kapatdı deyir. Sonra buton desək dostlar. Bu arada hassasiyəti və kontrol ayarlarının hamısı təsvir bölümündə, açıqlama bölümündə tapa bilərsiniz dostlar. Hamısı sonra qoyacağım. Ben bunu 3-cüdə oynayıram. Yəni ayarım da belədir dostlar. Bir də sizə görsəneyim. Kod da bu da dostlar. Ama siz ala bilər. Olsa açıqlamaya qoysam, ya da siz ala bilərsiniz. Götürdünüz. Yəni ayarım belədir. 4 parmaq. Sonra dostlar hassasiyətə keçək. Hassasiyət dediyim kimi jiroskop açılımında da gördüyünüz kimi mövcud deyilir. Hassasiyəti belədir dostlar. Bir yavaş gedib. Baxın yəni hassasiyət belədir. Özü ayarlar da açıqdır. Belədir. Belə bulutda göstərir sizə dostlar. Bax belədir dostlar. 4 parmaqdır. Bunu da yəni açıqlamaya qoyacağım. Dostlar bu arada bu hassasiyət kodunun vaxtı kəsə bilirlər. Ona görə siz videoda eski salıb eləyə bilərsiniz. Yavaş elədim. Onu arxa eləyə bilərsiniz. Sonra top yerine bura gərəksizdir yəni.
Şu an ben bunu Erbab bunda oynuyordum təəssüf. Amma belə baxıram bu TDM-də yaxşıdır məncə. Başqa yerdə yox. O yüzden bunu oynayıram mən. Sonra bunu mən hamısında demələr qırmızı eləyirəm yox. 4-3 qısa bir dənə qırmızı eləyirəm. Bir də lazerdə. Yəni bunu təsvir edirəm sizə. Səs də belə dostlar. Cüzünə heç dostlar. Yani hasreti beləydim. Nəsə nəsə işlərimi göstərəm dostlar. İlk öncə yani yaxın təmasda desək yani doyamayacağım. Uzaqda sizə desəm dostlar, məsələn 4-2-dən başlayaq. Ən sevdiyim burada 4-dür. Dəqiqə dostlar. Hə. Tamam qoymamışam. Dəmə qoşum. Mesela həmişə onu işlərəm bu arada. Yəni bu dostlar yaxın təmasda daha iyidir məncə. Yəni bu daha yaxşıdır uzaqlarda. Dostlar belə yəni gördüyünüz kimi ip biçim gedir yəni dostlar. Yəni az qala o xəttdən səhər çıxmadım. 3 desək, 3-ü xoşlamıram amma yəni məncə yaxşıdır. Yani ip biçimidir dostlar. Lazer de yani söz olanlar. İp biçimidir dostlar. 6 dese 6'da dostlar məncə. Ama 6 ile 6 oynamalıdır. Bunu bəzilər yani canım çəkəsir. Heç mənə pis yani. Belə biraz daha. Biraz ip gelir ama belə ben oynayan var. Yani qəşəng dostlar. Dostlar dediğim kimi yani videoya like atmayı unutmayın dostlar. Yani bu video için ben 1 saatimi yani harcayıram ama siz bunu 10 dəqiqə 20 dəqiqə görürsünüz ama bunu editləməsi yani videonun səhv kəsməsi və aradan kəsməsi yəni çox uzun kəsir. Bunun ardından dostlar bir dənə ambar videosu olacaq. Yəni onu izləyə bilərsiniz. Video qutarmır yəni. Dediyim kimi ilk videomdur. Yəni səhv şeyler olursa yani heyecanlı olubdu. Üzrlü sayarsınız yani ki sağ olun dostlar. Ambar videosuna keçək. Dostlar, gördüğünüz gibi hasret videosundan sonra dostlar dediğim gibi ambar videosu gelecek. Yani başlayırıq ambar videosuna dostlar. Niye deseniz Erancıya falan gelmedi dostlar. Vaxtım azdı biraz. Onca video tez kəsirəm. Onca ambar videosu gəlməni olacaq. Bu arada yaxşı olmasam səbəb oldu ki kayda aldığım üçün video biraz kasa bilər. Yəni səbəbi də odur. Başqa yox. Ne bunlar? Bunlar bir tane abi var. Tersinizler dostlar. Allah. Ben nasıl yazdım dostlar? Ayağım. Dostlar yanımızı sanat biraz kasır. Siz de görsen ama editleriyim acaba. Ama bende biraz kasır. Önce kaydalım. Benim için 45 FPS. Dostlar bu arada yerinde video sağında dostlar çıktı. Yani gelip kanala abone olmayı unutmayın dostlar. TikTok sayfamıza ve Instagram sayfamıza
Tamam bu kadar gelecek yani. Oynayırlar. Hadi. Bunlar bu maksimum. Dostlar neyse ben başlayacağım. Ha. İzninizle yani başlayalım. Operasyonu alalım. Bunlardan bak. Sonra korkaklar. Dostlar oynayalım ben. Oy lan kısa bu sordu dostlar görürüz ana. Dostlar bu arada Master Azerbaycan'da da ha. 3 tane görsün Azerbaycan'da. Salam diyeceğim söyleyip bulacak. Bizim millet belə deyir. Ama bir kişilim var ya dostlar ya. Uzun sağ bir şey. Size yani qəşəng bir enerji videosu çıxarda bilərdim. Başka programdan kayıt alır ama benim kimi yani uzun bir işim olduğu için ben söyleyeyim. Sağlık çözümü. Dostlar bu arada bundan sonraki videonun hesap tanıtım videosunu eləmək istəyirəm. Yani bilsem ben bu işi yapamam. Yani bir şey içinde var yani. Özüm toplamışam. Taktiği gördünüz olsa çıkartım saldım. Bir tane hasat aldım. Vay ne şey. Neyse dostlar sağlayacak yani şey. Yani bir hafta sağda çıktı dostlar. Allah razı sağda çıktı yani dostlar yani. Çok sayfamıza ve Instagram sayfamıza takip atmayı unutmayın yani. Arkadaşlar abi muhteşem. Ha dostlar. Gördüğünüz gibi maçımız da bitti. Kazandık yine. Həmişə kimi. Ha dostlar, ambar çox da ürəyə çalınmasa dostlar, dediyim kimi ilk videomdur və həyəcanlı olduğum üçün dostlar, yəni biraz da üstünüzə sağlıq, biraz xəstə olduğum üçün çox da yaxşı ambar olmadı amma dediyim kimi ilk videomdur, həyəcanlıyam. Nəysə dostlar, bu videoya 100 bağış 10 like gözləyirəm dostlar. O istədiyim dəstək gəlsə dostlar, dediyim kimi hesab tanıtım videosu gələcək dostlar. Özünüzdən məlumat olun. Sağ olun.